Esselamu Aleyküm, hürmetli izleyiciler, vətəni sevənlər, xalqına, millətinə sədaqətli olanlar. Bugün mən çox incə bir məsələdən danışmaq istəyirəm. Rəhmətli Heydər Əliyev Azərbaycan Komünist Partiyasının birinci katibi olan müddətdə, vaxtda ümumiyyətlə 60-cı illər və sonraki illərdə, 70'lerde belə deyək, Azərbaycan Respublikasının ərazisində rabitəyə ait hər hansı bir tikinti, inkişaf nəzərdə tutulursa, onun layihəsi Gürcüstandakı institut var idi, layihə institutu, Kipro-Sivyas Tiflis şəhərində. Orada hazırlanırdı. Hatta hər hansı bir rayon mərkəzində tutaq ki, 200 nömrə var, orada bir 100 nömrə əlavə olunacaq. Onun da layihəsi orada hazırlanırdı, Gürcüstanda. Və oranın layihəçiləri gəlirdilər Azərbaycana, qəşəngcə şerlənirdilər. O vaxtda da Azərbaycanda Ağdam çaxırının bol vaxtları şerlənirdilər, gedirdilər da güya layihə hazırlayırlar. Məsələn, 3 aya, 4 aya hazırlanması mümkün olan layihəni bunlar 1 il uzadırdılar. Bu problemləri aradan qaldırmaq üçün, hətta onu sizə deyim ki, rəhmətli Heydər Əliyev hakimiyyətinin ilk illərində Azərbaycanda fabrik zavodların tikintisinə fikir verdi. Bu sənaye obyektlərinin tikintisi ilə əlaqədar istər-istəməz yaşayış binalarının tikintisi ortaya çıxırdı fəhlələr üçün, orada işləyəcək insanlar üçün və bu binaların da telefonlaşdırılması vacib idi. Amma Azərbaycanda elə o sayda texniki qurğular yox idi ki, cəmaatın ehtiyacı ödənilsin. O illərdə yaşayan insanlar yaxşı bilirlər. Nətər nömrə qıtlığı var idi, telefon nömrəsinin qıtlığı var idi. İllərlə cəmaat növbəyə dururdular. Həmin illərdə ortaya çıxdı ki, bizdə ölkədə rabitə ATS telefon stansiyaları tikilməlidir. Elə hakimiyyətin ilk illərində Montində 66-67 ATS-i tikildi. Sonra Buzovna qəsəbəsində 53 tikildi, Sabunçuda, orada, burada çox yerdə telefon stansiyaları tikildi və bunların layihələri Gürcüstanda hazırlanıb gəlirdi. Partiya məqsəd qoyurdu ki, filan vaxtı başlansın, tikinsin, başlanmırdı, tikilmirdi. Niyə? Layihəsi hazır deyil. Haradadır layihə? Gürcüstanda hazırlayırlar layihəni. Amma bizdə yoxmu? Niyə yoxdur bizdə? Yoxdur da. O illərdə rəhmətli Heydər Əliyevin qəti tapşırığı ilə 1972-ci ilin sonuna yaxın Nazirlər Kabinetinin bir qərarı çıxdı. Deyəsən, avqust ayında olub bu qərar. Və onun da əsasında Rabitə Nazirliyi öz daxili əmrini verib 1973-cü il 2 yanvarda Azər Rabitə layihə axtarış, o vaxtı Moskvadan qoymadılar institut qoymağa. Gürcüstan ərazisi bizdən də kiçikdir, əhalisi də azdır, potensialı bizdən də azdır, amma orada institut var idi. O institut nəinki Qafqaz üçün, hətta Türkmənistan, Özbəkistan, oralar üçün də layihə hazırlayırdı. Nəysə bizə institut statusu vermədilər, verdilər layihə axtarış kontoru. Adını kontor qoydular, dedilər, cəhənnəm hələ ki fəaliyyətə başlayın, sonra baxırlar. Elə oldu ki, rəhmətli Heydər Əliyev apardılar Moskvaya, bu iş yarımçıq qalmadı. Kontor kimi Azər Rabitə layihə axtarış kontoru kimi fəaliyyətə başladı. Və çox da iş gördü. Bütün rayonların kolxoz, savxozlarının hamısında telefon stansiyaları quruldu. Yəni kəndlərdə poçt şöbələri açıldı və ilaxır və s. İnkişaf getdi. Olduqca sürətlə inkişaf getdi. Heydər Əliyev rəhmətli Moskvaya gedəndən sonra bu iş elə bil ki biraz azaldı.
və Bakı şəhərində ateistlər tikməyə məcburiyyəti ortaya çıxdı. Onda da o layihəni SSR Kipros diye bir şey var idi. Bir de Leningrad'da var idi institut. Bonç Buriyeviç adına Rabite İnstitütü var idi. Onun tərkibində layihə var idi. Layihəçilər onlar işləyirdiler. Yani kısmet olmadı ki bu kantoru çevirip biz yani Azerbaycan rabitəçiləri onu institut halına keçirəbilmədilər. Elə kantor adı ilə də qaldı. Amma gördüyü işlər çox olub. Çox böyük işlər görüb Respublika ərazisində. Qüllələr, verici qüllələrdən, yəni antenna qüllələrindən tutmuş, kənd ateistləri, şəhər ateistlərini tutmuş, çox böyük rabitə sahəsində layihələndirmə işləri aparıblar. Hətta Trans-Asiya Avropa xəttinin Azərbaycan segmentinin layihəsini də həmən bu kantor adlanan institut səviyyəli təşkilat hazırlayıb veribdir. Mənim qismətimə düşmüşdü, biraz vaxt orada işləmişəm. Bu şəhər nəqliyyatının nəzarətlə əlaqədar olaraq Karayeş şirkəti müxtəlif yerlərdə müşahidə kameraları qoymalıydı, nə bilim, izləmə şeyləri qoymalıdır, nəqliyyatı izləmək üçün. Və onlar bir gün zərurət yarandı ki, Bakı şəhərinin yeraltı kommunikasiyası barədə onlara məlumat verək biz. Bu strateji bir məsələ olduğu üçün nə qədər mənə dirəndilər, o hansı nazirdə işləyirdisə, mən də adlarını çəkmirəm, o insanlar naşı adamlar idi. Mən müxtəlif təsirlər edirdilər ki, onlara o məlumatları ver, yeraltı kommunikasiyanın harada qaz xəttidir, kanalizasiyadır, nə bilim, sudur, qazdır, işıqdır filandır. Mən vermədim. Və vermədim, o layihənin həmən hissəsini öz mütəxəssislərimizin gücü ilə biz elədik onu. Elədik, verdik. Fövqəladə Hallar Komissiyası Nazirliyinin bir idarəsi var, ekspertiz idarəsi. Orada da ekspertiz elədilər, heç bir irada bildirilmədi, xırda ufaq təfək. Yəni, bizim layihəçilərimiz, Azərbaycanın həmən o rabitə işində işləyən layihəçilər, bütün SSR ərazisində işləmə gücünə, potensialına sahib adamlar idi. İndi sonra mütəxəssis nazirlər getdi, hökumət başqa adı güya rabitə işindən başı çıxan nazirlər təyin elədilər. Onlar da get-gedə, yavaş-yavaş dağıtdılar, tökdülər. İndi bugün məlum olur ki, o idarəni tamamilə ləğv eləyiblər, bir şöbə kimi saxlayıblar, hansı bir qurumun tərkibində və işlədirlər. Ay qardaş, sizin başınıza dölüm, ay bu işlərlə məşğul olanlar, Heydər Əliyevin xeyir duası ilə 72-ci ildə bünövrəsi qoyulan bir təşkilatı hansı ağılla siz ləğv edirsiniz? Bu strateji bir işdir, qardaş. Nətər olur Koreyadan gəlib, Kitaydan gəlib, oradan buradan gəlib bizim ölkəmizdə layihə edirlər, burunlarını soxurlar, orada burada strateji obyektlərimizin yanından, o yandan, bu yandan məlumat əldə sizcə eləməzlərmi? Niyə? Bizim hazır potensialımız var, mütəxəssislərimiz var. Niyə onları işlətmirsiniz, hələ biraz da dağıdıb tökürsünüz? Bunu mən anlaya bilmirəm. Cənab Nazir Rəşad Nəbiyev, siz axı Əli Abbasov kimi akademiklə işləmişsiniz. Demək olar ki, rabitənin gənc illərindən, sıfırından başlayıb işləmişsiniz, az çox bəzi şeylərdən tanışsınız. Niyə siz imkan verirsiniz bunu eləsinlər? O Türk təşkilatları, dövlətləri qurulur. İndi bugün sabah bu, yəqin ki, müəyyən mərhələni aşandan sonra daha da böyük bir böyük bir ərazidə fikir verin, Altaylardan ta Aralıq dənizi sahillərinə qədər, bəlkə də hələ
nə bilim Rumuniyaya qədər, bəlkə də Polşaya qədər bütün bu ərazilərdə bu qurum, bu təşkilat iş görəcək, inkişaf gedəcək ildırım sürəti ilə. İndi mən bilmirəm, Özbəkistanda saxlayıblarmı, onlarda da bir institut sonra qurmuşdular. Qazaxıstanda var, yox bilmirəm. Amma bizdə var idi, bizim işçilərimizi aparıb orada işlətmək olmazdı mı? Niyə daha da genişləndirmirsiniz, daha da gücləndirmirsiniz, daha da çoxaltmırsınız, qüvvətləndirmirsiniz və beynəlxalq aləmə niyə çıxartmırsınız? Azərbaycan xalqı o qədər sizin bəlkə də düşündüyünüz kimi zəif iradəsi, biliyi olan xalq deyil. Əgər biz gedib Bakıdan gedib Sibirdə nefti, qazı çıxarıb ruslara verə bilmişiksə alın, yiyin, zəhərlənin. Biz bəyəm gedib Qazaxıstan çöllərində, Qırğızistan dağlarında, nə bilim Özbəkistanda, la belə Çinin özündə, la belə Əfqanistanda layihə işləri eləyə bilmərik. Axı, cənab nazir, bir müğənni, hansı bir iş adamı deyir ki, ha bizim layihəmiz var, filan şey filan eləyəcək, hazırlıq işləri gedir. Yerindən duran indi layihə ilə məşğuldur. Layihə qurur, sonra da pis yaxşı onu həyata keçirir, başlayır pulunu qazanma. A kişi, əlinizdə hazır dövlət Sovetin vaxtından o cür nəhəng, siyasət nəhəng olan Heydər Əliyevin xeyir duası ilə qurulan bir təşkilatı bugün saqqı çeynəyən qədələr, jele sürtən qədələr ləğv edirlər. Necə siz razı olursunuz cənab nazir? Niyə? Rabitəni inkişaf elətdirməyə əvəzinə getdikcə elə bil ki, qol qıçını qıra orasını burasını rəndələyə gedirsiniz. Dünyanın, mən indi bir başqa məsələyə keçim, poçtla bağlı. Mən qismətimə düşüb poçtada işləmişəm vaxtilə. Vaxtilə poçta işləyəndə nazir qabağımıza məsələ qoydu, sual qoydu ki, necə edək ki, nə edək ki, poçta əlavə gəlirə nail ola bilək. Mən də dedim ki, cənab nazir, gedək türklərdən öyrənək görək, onlar poçtu necə təşkil ediblər, nə işlədirlər, hansı potensialından onu necə istifadə edirlər. Və bizə müəyyən yetkilər verildi, 5 nəfər nümayəndə getdik Türkiyəyə. PTT bizi sağ olsunlar qarşıladılar, biz orada müəyyən vaxt qaldıq, öyrəndik. Ankara'da, İstanbul'da və desəm bir-iki nəfər də İzmirə getmişdi. Müəyyən şeyləri öyrəndik, qayıtdıq və orada nazir bizi icazə verdi. Türklərdən biz qarşılıqlı əməkdaşlıq barədə protokol imzaladıq. Niyyət protokolu ki, biz əməkdaşlıq edəcəyik. Və mən oradan bəzi şeyləri götürdüm, gəldim və bizdə tətbiq elədim. Təklif verdim nazirə. Nazir də çıxartdı texniki şuraya. Məsələni götür qoy elədilər. Çoxları razı qalmadılar ki, yox, nə sən də bizim kompüterlə, zatla bizim qızlarımız işləyə bilməzlər filan. Bu başladılar. Hətta bir nəfər belə rişxandla dedi, poçtun işi belədir. Dedim, o nə deməkdir? Dedi, dilini çıxarır, markanı yapıştırır, üstünə də ştampı tıp vurur, getdi. Bu çox pisimə gəldi mənim. Nətər olurdu? Mən nə vaxtsa mühəndis işləyəndə Sovetin vaxtında hardasa Ukraynadan tələbələr göndərmişdilər təcrübəyə. Diplomlu praktika deyirlər, diplom qabağı təcrübəyə. Onların içində bir qız var idi, məni dığ edirdi. Gündə Tavariş injiner bu nədir? Tavariş injiner bu neyini? Tavariş injiner bu necə oxunur? Tavariş injiner daha yığır bura. Ay nətər olur onlar eləyə bilir, bizim qızlar bilmir. Mən ziddinə getdim, dirəndim ki, bu eləyəcək. Və nail də oldum. Poçtları kompüterləşdirdik. Beynəlxalq danışıqların pulunu, aylıq abunə pulunu, Azərselin o vaxtda abunələri var idi. O pulu və poçt yığmağa başladı. Əlavə gəlir mənbəyi. İndi əlavə gəlir mənbəyindən ötürü siz kəndlərdə poçt şöbələrini ləğv edirsiniz. Çox qəribədir. O adamları işsiz qoyursunuz.
Ha kardeş, hansı ağılla siz bunu edirsiniz? Niye siz poçtun dünyada inkişaf tarihiyle niye meşgul değilsiniz? Amerika kimi Amerika, mən işlədiyim dövrdə, yəni 97, 98, 99-cu illərin statistikasını deyirəm. Amerikada bir ildə poçta ayrılan dövlət büdcəsindən pul 5 milyard dollar idi. 5 milyard dollar. Baxmayaraq ki, Amerikanlar günü bugün də məktub yazmağı, pul göndərməyə xoşlayırlar. Poçta onlarda işləyir. Amma poçt gəlirli sahə deyil. Dünyada yalnız iki ölkə həmən dövrdə gəlirli idi. Biri İsveçrə idi. Biri de deyəsən Skandinaviya ölkələrinə İsveç idi, Norveç idi, hansı yazımda qalmayıb. Bu iki ölkə gəlirlə işləyir. Yəni poçt öz qazandığı ilə işçilərinə maaş da verirdi, əlavə inkişaf da edirdi və axır və s. Amma yerdə qalan dünyada elə bir ölkə yox idi ki, o ölkə poçtdan gəlir götürsün, gəlir əldə eləsin. Edirlər ya, amma yəni poçtun bütün xərclərini ödeyə biləcək güclü deyil. İndi nətər olur bu, o cür Amerika kimi Amerika, Fransa, nə bilim hara, ora, İngiltərə poçtu saxlamaqdan ötürü pul bırakır ki, poçt işləsin. Yaponiyada dağın başında bir kənd var, o kəndə kimsə məktub yazır, poçtalyon o məktubu aparır, orada çatdırır və Yaponlar onun pulunu verir. Qardaş, 300 manat, 400 manat poçt işçilərinə pul verirsiniz. Bu Allahınız olsun sizin. Dünən o saqqı çeynəyib gələn qızları bəzəndirib, düzəndirib, hərəsinə 2000-3000 pul verib saxlayırsınız. Allahınız, Allah götürmez bunu ha. Bak ben bir defa demişim. Rabite işi haram sevmir. Rabite işinde haramsadalık olmaz. Rabite işinde doğru düzgün rəftar eləmək lazımdır. Bu ölkənin strateji bir obyektidir. Ölkənin, hökumətin, dövlətin, millətin sinir sistemidir. Siz onu məhv eləməyin. Məhv eləməyin. Ağlınız olsun, nə qədər gec deyil, geri qaydın və poçta da diqqət artırın cənab nazir, öyrənin hansı yollarla orada əlavə gəlir əldə eləmək olar. Nətər olur, DİKEL işlədiyi, açıldığı gündən bugünkü günə qədər işləyir, əlavə işçi götürür, getdikcə artır, çoxalır, heç yerdə də işinə ixtisar eləmir. Amma dövlət poçtu orada qulağını kəsirsiniz, burada quyruğunu kəsirsiniz, burada burnunu operasiya elətdirirsiniz. Elə şey eləməyin. Bir də ki, cənab nazir, mən sizdən çox xahiş edirəm. Siz Azərkosmosda işləmişsiniz, təsərrüfatı az çox bilirsiniz. Bəlkə də çox bilirsiniz. Mən söz gəlişi dedim, üzr istəyirəm sizdən. Layihə məsələsinə ciddi yanaşın. Bu Heydər Əliyevin xeyir duası ilə açılan bir qurumuydu. Onu məhv eləmək, onu məhv eləyənlərə də dəstək vermək, onun məhvinə göz yummaq olmaz. Mən bilmirəm, kimisi bağışlar, amma tarix onu bağışlamaz. Və dəstək olun, yenidən o idarəni dirçəldin və birbaşa nazirliyə tabi eləyin ki, birbaşa nazirə heç bir qurum onun üstündə hegemonluq edə bilməsin. O nazirliyin sifarişlərini yerinə yetirsin. Nazirlikdən olan sifarişləri yerinə yetirsin və vaxtı çatıb Azərbaycandan kənara çıxarmaq lazımdır. Bugün sabah bilmək olmaz, qonşumuz İranda nə hadisələr baş verəcək. Bəlkə orada xahiş edəcəklər ki, bizə kömək eləyin, Bakı ilə Təbrizə bir dənə fiber optik kabel qoyaq və yaxud da ki, Təbrizdən Xorasana, ora-bura kabilə. Kişilər, valla layihə bizim nədir? Layihə bütün uğurun, gəlirin, iqtisadiyyatın, dövlətin gücünün, nə bilim, məlumat kəşfiyyatlarının mənbəyidir. Onu şikəst eləmək olmaz. Allah'tan hamınıza, qulaq asanlara can sağlığı arzulayıram. İşlərinizdə uğurlar olsun. Sağ olun, minnətdarım.